Beyləqan rayonunda övladlarına aliment verməyən kişi həbs olunub. Rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə həyatı qurub. Cütlüyün birgə nigahından 2 övladı dünyaya gəlib. Amma onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib. Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Seymur Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Beyləqan rayon məhkəməsində keçirilən prosesdə məlum olub ki, Seymur Quliyevin ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və o, bu borcu ödəməkdən imtina edib. Məhkəmənin hökmü ilə Seymur Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.